Bazarlar artıq qışı yola salıb, yazın son nəfəsini yaşayır. Havalar isinib, yay özünü addım-addım hiss etdirməyə başlayıb. Elə bazarın ab-havası da dəyişib. İndi piştaxtalarda qışın ağır meyvələri yox, yayın müjdəçiləri düzülüb. Qıpqırmızı çiyələk, turşməzə alça, şirəli ərik. Hələ satışa yenicə çıxarılan şaftalı ilə gilası demirik. İçəriyə girən kimi adamı həm rənglər, həm də meyvələrin ətri qarşılayır. Ancaq bu rəngarəngliyin bir də görünməyən tərəfi var, qiymətlər. Mövsümün ilk meyvələri bazarın bəzəyinə çevrilsə də, hər alıcının cibinə uyğun gəlmir. Gilasın kilosu bəzi yerlərdə 10 manatdan başlayır, adi piştaxtalarda belə 18 manata qədər yüksəlir. Çiyələk, ərik, alça da qiymət yarışından geri qalmır. Bəs qiymətləri artıran nədir? Təbiətin sərt üzü, yağışlı hava, məhsulun azlığı, yoxsa mövsümün hələ tam açılmaması? Satıcılar deyir ki, bu il havaların qeyri-sabit keçməsi bağlara ciddi təsir edib. Kimisi məhsulun az olduğunu deyir, kimisi isə ümidlə yay girdikcə məhsul artacaq, qiymətlər də düşəcək deyə bildirir. 2 manat 50 qəpiyə, yəni ucuz çiyələkdən, yəni keyfiyyəti o qədər də yaxşı deyil. Dadı yox, sadəcə olaraq var deyənə satırıq. Sonra nə? Gilas var, 10 manata var, 8 manata var, 15 manata var, 18-ə var. Nə bilim, müxtəlif qiymətlərdir. 2 manat 50 qəpikdir, o yağış dəymiş çiyələr də hal-hazırda, bax o ucuzdur yəni. Keyfiyyətli malın qiymətində bahalaşma oldu. Əslən yağıntılar təsir edir meyvələrə. Bu meyvə vəbşi qıtdır biraz. Yağışa görə hamısı məhvələri getdi. Mal qıt gəlir, yağış yağır. Zaten rayonlarda bilirsiniz də, yağışdır. Çiyələk sahələrində çoxun yağış basır. Ondan asılı ola bilər. Havalar qızan kimi, yəni istilər düşsə meyvə də çoxalır. Ona görə düşə bilər. Nübarlıq meyvədir. 3 manata, 3 manat 20 qəpiyə gəlir, 3 manat 50 qəpiyə satırıq. Yaxşıdır. Yəni nübarlığına görə, təzə çıxdığına görə qiymətlər yaxşıdır. Bir elə baha deyil. Cəmaatın vəziyyətini nəzərə alsaq, qiymətlər bahadır. Yəni vəziyyəti nəzərə almayanda belə ümumi ancaq normaldır. Kəndçi də buna yəni illərlə gözləyir, bir il bağında gözləyir ki, meyvəsi çıxsın, bunu 5 manat, 3 manata verə bilsin ki, o yığdığı əlindəki pulla da nəsə eləyə bilsin. İndi get-gedə qiymətlər düşür. Elə bilirəm, bir müddət düşəcək, 2 manata qədər düşəcək yəqin ki. Ancaq o da az bir müddət olacaq. Bir o qədər də rayonda meyvələr məncə yoxdur. Yağışlarla bağlı, yağışlar meyvələri zədələyib, çiçək vaxtı vurdu. İndi soruşuruq, maraqlanırıq rayonlarla, deyirlər meyvə billəri azdır. O bir əriklər, ağ əriklər deyirik, var şey yoxdur. Yox dərəcəsindədir. İndi bunlarda bu əriklər biraz tez çıxdığına görə, tez çiçəyi açdığına görə bir müddət indi gələcək. 5 gün, 10 gün nəsə bir müddət gələcək, qiyməti məncə ucuz olacaq. Bazarın əsl səsini alıcılar verir. Kimisi sadəcə dadına baxmaq üçün yarım kilo meyvə aldığını deyir, kimisi isə uşağın könlünü almaq üçün qiymətə baxmadan cibinə uyğun seçim etməyə çalışır. Söhbətləşdiyimiz insanların fikirləri fərqli olsa da, ortaq qənaət dəyişmir. Mövsümün meyvələri süfrəyə gəlsə də, hələ doyunca yemək hər ailənin imkanı daxilində deyil. Hədsiz bahalıqdır. Yəni indiki zamanada maaş çox azdır. Alıcı qiyməti çox bahalıqdır, bazar bahaçılıqdır. Almaq mümkün deyil. Eləyir, da neyiniyək başqa cürə? Qane eləyir, pis döyür. Bahalıqdır. Mən ala bilirəm, bəlkə başqası ala bilmir, amma bahalıqdır. Elə bütün meyvələrin ucuz olmasını istəyərdik. Hamı yemək istəyir də. Qiymətlər qane eləyir, amma çəkidə düz olsa. Hərdən bir elə olur ki, çəkidə alırlar. Burada aldığımızı apar verdə çəkirik, görür çəm gəlir. Gündəlik tələbat meyvələri var ki, yəni ki, uşaq alırsan, böyük alırsan, bunlar biraz aşağı olsa yaxşı olur. Alça bahadır. Yəni ki, uşaqlar çox istəyir, evdə zətdə işləyir, alça çox bahadır. Hələlik qiymətlər çoxlarını piştaxtaya uzaqdan baxmağa məcbur etsə də, hər kəs ümidlidir. Həm alıcı, həm də satıcı inanır ki, yayın dadı təkcə piştaxtalarda yox, süfrələrdə də bol-bol hiss olunacaq.